Ukrayna indi öz düzəltdiyi raketlə Rusiyanın Bryansk şəhərində elə bir, indi matəmdir orada. Orada zavoddur, həmən raketlər Ukraynanı vurmaq üçün, sonra həmən o şahid raketləri, dronlarını düzəltmək üçün, puaları üçün orada ehtiyat hissələri yaranır o raketdə. Çox böyük belə zavoddur olduqca. 5 raket atıb Ukrayna, 5'i də isabətli olub, 5'i də. Gəlib o dəyib, oradakı hamısı ölüblər. Bütün o raket düzəldənlər, oradakı o müdiriyyət filan hamısı. İndi matəmdir Bryansk. Baxın bu kadrlara, görün Ukrayna hansı qüdrət əldə edib. Baxın. Bax, zavoddur, bax, vurulur. 5 raketlə vurulur. Bir. Orada heç nə qalmayıb. Və indi Rusiyada, o şəhərdə matəmdir. Türkiyənin də televiziyalarında həmən o cahillər və sosial şəbəkələrdə bütün gün deyirlər ki, Rusiya az qalıb Kiyev alacaq. 5 ildə eyni şey deyirlər. Putin sağ olsun. Putin Türkiyəni məhv eləmək istəyir. Krımı alıb Rusiya birləşdirmək istəyir. Alıb oturub orada. Deyib, baxın, həmən Bryansk şəhəridir. Ukrayna dağıdırır Rusiyanı. Və Rusiya heç nə eləyə bilmir. Hava, mən bilməm, Türkiyədə o təbliğat dayanacaq, bunların Rusiyanın təbliğatı dayanacaq. İndi mən o həmən adamlar üçün başqa kadrları göstərəcəm. Bu, Ukraynanın vurduğu zərbələrdir və orada bir matəmi, orada bir sürü qədər adam ölüb. Adam deyəndə ki, o əlcilaflar, orada silah düzəldən əlcilaflar ölüb.